Gürcüstanın Xarici İşlər Naziri və vitse-baş naziri Maka Boçorishvili televiziya çıxışında Gürcüstan-ABŞ münasibətlərindən və onların yenilənməsi perspektivlərindən danışıb. O bildirib ki, proseslər müsbət istiqamətdə gedir. Nazir qeyd edib ki, may ayında ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Gürcüstana səfər edəcək və bu Donald Trump administrasiyasının ölkəyə müsbət münasibətini göstərir. Ağ Evdə Donald Trumpın yenidən hakimiyyətə qayıtmasından sonra o və Vladimir Putin arasında 12-ci telefon danışığı baş tutub. 1 saat yarımdan çox davam edən söhbətdə əsas diqqət Ukrayna müharibəsi, mümkün atəşkəs və regional təhlükəsizlik məsələlərinə yönəlib. Kremlin nümayəndəsi Yuri Uşakovun sözlərinə görə Putin məqsədlərə nail olacağını vurğulasa da bunun danışıqlar yolu ilə həllini daha məqsədə uyğun hesab edir və qələbə günü dövründə müvəqqəti atəşkəsə hazır olduğunu bildirib. Trump isə atəşkəs təşəbbüsünün ondan gəldiyini deyib və Moskvanın bunu qəbul edə biləcəyini qeyd edib. Tərəflər İran məsələsini də müzakirə edib və Rusiya mümkün hərbi eskalasiyanın, xüsusilə quru əməliyyatının təhlükəli nəticələr verə biləcəyini vurğulayıb. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, İran ətrafında yaranmış gərginlik və ümumilikdə Yaxın Şərqdəki vəziyyət Avropa İttifaqına gündə təxminən 500 milyon avroya başa gəlir. Onun sözlərinə görə bu xərclərin əsas səbəbi enerji bazarında baş verən dəyişikliklər və xüsusilə yanacağın qiymətlərinin artmasıdır. Von der Leyen qeyd edib ki, mövcud vəziyyət Avropa İttifaqı üçün bir daha göstərir ki, ixal olunan fosil yanacaqlardan asılılıq azaldılmalı və alternativ enerji mənbələrinə, xüsusilə də elektrikləşməyə keçid sürətləndirilməlidir. O əlavə edib ki, Avropa Komissiyası bu istiqamətdə yeni fəaliyyət planını yay aylarında təqdim etməyi planlaşdırır. Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir və 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Brent markalı xam neftin qiyməti 12%-dən çox artaraq 1 barel üçün $125 keçib. ABŞ xam neftinin qiyməti də 3%-dən artıq yüksələrək $110 həddini aşıb. Bu artım əsasən Donald Trumpın İran limanlarına tətbiq olunan blokadanı uzatmağı nəzərdən keçirməsi fonunda baş verir və bazarlarda əlavə gərginlik yaradır. 2026-cı ilin mart ayında ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% artıb. Rüb üzrə orta real artım isə 9,1% təşkil edib. Bu barədə Statistika Xidməti məlumat yayıb. İqtisadi artıma emal sənayesi, informasiya və kommunikasiya, mədən çıxarma, tikinti, nəqliyyat və anbarlama sahələri mühüm rol oynayıb. Eyni zamanda inzibati və yardımçı xidmətlərdə, eləcə də otel və restoran sektorunda azalma müşahidə olunub. Tbilisi şəhər məhkəməsində 4 oktyabr hadisələri ilə bağlı iş üzrə məhkəmə prosesi yekun mərhələyə çatıb. İş üzrə təqsirləndirilən şəxslər arasında Pata Burçuladze və digər şəxslər də var. Bugünkü iclasda müdafiə tərəfinin bir hissəsi yekun çıxışlarla çıxış edib. Müdafiə tərəfi mövcud sübutların bəraət hökmü üçün kifayət etdiyini bildirir. Dövlət ittihamı isə əksinə təqsirləndirilən şəxslərin günahının sübut olunduğunu və məhkəmənin ittiham hökmü çıxaracağını gözləyir. Prokuror Tamar Bejuashvilinin sözlərinə görə işdə çox saylı sübutlar, o cümlədən video materiallar mövcuddur. Təqsirləndirilən şəxslər konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış, eləcə də qrup halında zorakılığın təşkili və idarə olunması kimi maddələrlə ittiham olunurlar. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən keçirilən tədbirlər nəticəsində 103 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb. Qanunvericiliyə uyğun olaraq həmin şəxslərə ölkəyə yenidən daxil olma qadağası da tətbiq edilib. Gürcüstanın sərhəd polisi Interpol tərəfindən axtarışa verilmiş 2 nəfəri saxlayıb. Onlardan biri Türkiyə hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və silahla hədələmə, digəri isə qəsdən adam öldürmə ittihamı ilə axtarılırdı. Hər iki şəxs Gürcüstan sərhədini qanunsuz şəkildə yük maşınının qoşqusunda gizlənərək keçib. Bu cinayətlərə görə 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Ukrayna prezidenti Vladimir Zelenski yeni sərəncam imzalayaraq Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirib. Qərara əsasən Rusiya ordusu üçün artilleriya sursatları istehsal edən Belarus müəssisələrinə qarşı sanksiyalar tətbiq olunub. Sanksiyalar həmçinin Aleksandr Lukashenkoya yaxın şəxsləri də əhatə edir. Siyahıya 16 fiziki və 11 hüquqi şəxs daxildir. Onların arasında Lukashenkonun oğulları Viktor və Dimitri də var. Bundan əlavə uzun illər yüksək vəzifələrdə çalışmış Viktor Şeyman da siyahıya daxil edilib və o beynəlxalq sanksiyalardan yayınma sxemlərinin təşkilatçılarından biri hesab olunur.